Mən bu robotu süngər və kağızdan eləmişəm və ayaqları istədiyi hərəkəti eləyə bilər. Müxtəlif hərəkətlər eləyə bilər ayaqları. İstədiyi hərəkəti. Mən isə DC motordan istifadə edərək sərnişin düzəltmişəm. Bu sərnişin yalnız bir yox, bir neçə başlığı var. Bu daha qəşəng görünür deyə mən bu başlıqdan istifadə etmişəm. Ancaq istəsək bunu çıxardıb digərini də taxa bilərik. Bu daha güclüdür. Bu mənim 3 ləvazimatdan düzəltdiyim robot əlimdir. Bunda petka, ip və kardondan istifadə etmişəm. Mən burada karton və kley köməyi ilə matuşka düzəltmişəm.